Əziz və dəyərli müsəlman, biz artıq Ramazan ayındayıq. Həqiqətən də bu Ramazan ayı mübarək və xeyri, bərəkəti bol olan bir aydır. Həqiqətən də bu ay bizim üçün Allah Taala'nın nemətidir. Həqiqətən də bir insanın, bir müsəlmanın bu aya yetişməsi Allahın ona olan ən böyük nemətlərindəndir. Çünki bu ay bizim üçün bir fürsətdir. Çünki bu ay bizim günahlarımızın bağışlanması üçün bir fürsətdir. Çünki bu ay bizim Allah'a qayıtmağımız üçün, Allah'a dönməyimiz üçün, itaətləri artırmağımız üçün, Allah qatında uca dərəcələrə çatmaq üçün böyük bir fürsətdir. Və bu ay gəldiyi zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrini müjdələyərdi. Sahabələrini müjdələyərdi və onlara deyərdi ki, artıq sizə Ramazan ayı gəldi. Və bu ayda cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır və inadkar şeytanlar zəncirə vurulur. Və bu ay cənnətin qapıları açılıb, cəhənnəmin də qapıları bağlandığı bir vaxtda hər bir müsəlmana yaraşan odur ki, bu ayı gözəl şəkildə keçirməyə həris olsun. Bu ayı Allahın razı qaldığı əməllərlə keçirməyə həris olsun. Və bu ayda tövbə etsin. Və bu ayda etdiyi günahları tərk etsin. Bəzən müsəlmanlara qınaq və eyb edərək deyirlər ki, 11 ay filan günahı edir, 11 ay belə edir, elə edir, sonra bir ayda Ramazan ayında yəni mömin olur, ibadət əhli olur. Yəni bu kimsələrə demək istəyirəm ki, yəni bu ay elə onun üçündür. Bu ay müsəlmanın bağışlanması üçündür. Bəli, müsəlman 11 ay günah eləyir, asi olur, günahlara düşür, itaətlərdə zəifləyir, amma bu ayda özünü toparlamağa çalışır. Elə imanın özü də budur. Elə imanın özü də budur ki, müsəlman bu xeyir mövsümlərində və bu xeyir aylarında, günlərində Allaha itaətini artırsın və günahlardan tövbə etsin. Və Allahın da bizdən istədiyi budur. Rəbbimizin də bizdən istədiyi budur ki, bu xeyir mövsümlərində Allaha tərəf yönələk. Bu xeyir mövsümlərində Allaha tövbə edək və digər günlərdə keçən təqsirlərimizdən, naqisliklərimizdən Allaha tərəf üz tutaq. Allaha tövbə edək, peşmançılıq çəkək. Allahın da bizdən istədiyi budur. Və ona görə hər bir müsəlman çalışmalıdır ki, bu ayı gözəl şəkildə keçirsin. Bu ayı elə bir aydır ki, bu ayın saatları, dəqiqələri qızıldan da dəyərlidir. Ona görə çalış, ey dəyərli müsəlman, bu ayı gözəl şəkildə keçirməyə, gözəl şəkildə əda etməyə, oruclarını, namazlarını və bu ayda olunan bütün ibadətlər digər günlərdən daha əfsəldir. Bu ayda qıldığın namaz, bu ayda tutduğun oruc, bu ayda verdiyin sədəqələr, bu ayda Quran-ı Kərimi oxumağın digər aylarda etdiyindən daha əfsəldir, daha üstündür. Ona görə də çalış ki, bu ayı gözəl şəkildə keçirib Allahın bağışlayan, mərhəmət edən qullarından olmağa. Amin.